Tərəqqi medalı alan müəllim. Tərəqqi medalı alan müəllimi hər kəs tanısın. Əlbəttə ki, illər əvvəl bu tərəqqi medalı alan Hicran Həmzəyevanı biz gəlib gözəl təqdim eləmişik. Kürdəmir rayonunun tərəqqi medalı alan müəllimi və qabaqcıl müəllimi. Şagirdlər, müəllimlər və tələbələr tərəfindən sevilən müəllimi biz illər əvvəl, yəni 13 il əvvəl, 12 il əvvəl o müəllimənin adına təxfərman vermişik. Çağdaş Təhsil qəzetinin rəy və sorğusuna əsasən təhsildəki xidmətləri nəzərə alaraq Kürdəmir şəhər altı Tom orta məktəbinin qabaqcıl müəllimi Həmzəyevə Hicran təxfif diplomla təltif olunur 2013-2012-ci illərdə və o müəllimi sizlərə təqdim eləmək istəyirəm. Mənə bir daha sizə xoş gördük. Allah təala sizə uzun ömür versin. Adınız, soyadınız? Hicran Həmzəyeva. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmısınız? 43 ildir. 1982-ci ildən, 1982-ci ildən 2025-ci ilə qədər 6 nömrəli məktəbdə Kürdəmir şəhər 6 nömrəli Siyavuş Paşayev adına Kürdəmir şəhər 6 nömrəli məktəbdə coğrafiya müəllimi kimi çalışmışam. Ən çox sevdiyim fəndir. Çəkilişdən sonra müəllimlə coğrafiya haqqında danışarıq. Mənim ən çox sevdiyim fəndir. Və mənim də arzum oydu ki, mən coğrafiya müəllimi olam və müəllimə haqqında çoxlu sayda şagirdlərdən sorğular apardıq. Hər kəs müəllimə haqqında gözəl sözlər bildirdilər. Və müəllimə tərəqqi medalını cənab prezidentimiz tərəfindən medalı nə vaxt almısınız? Onu deməli müəllim günü 2022-ci ildə. Bəli, 2022-ci ildə müəllim günü prezidentimiz tərəfindən mənim əməyim yüksək qiymətləndirilib. Buna görə bəli, minnətdaram. Şagirdlərimlə fəxr eləyirəm. Nə yaxşı ki mən coğrafiya müəllimiyəm. Çox gözəl. Müəllimin həyat yoldaşı da ziyalı bir insandır, dövlət qulluqçusudur və o cümlədən qızıl medalla, gedəndə bu qızıl aparacaq. Qızıl medalla qutarıbdır orta məktəbi və o cümlədən də dövlətimiz tərəfindən, vətənimiz tərəfindən sevilən bir ziyalıdır. Adınız, soyadınız? Səfərov Ramiz Musoğlu. Çox gözəl. Ramiz müəllim, biz bilirik, sizin xidmətlərinizlə bağlı bir dəfə də gəlib sizin haqqında gözəl çəkiliş eləyək. Bilirik, sizinlə biz danışsaq, söhbət eləsək, saatlarla gələk bizdə onda belə kamera ilə yox, gələk birbaşa stativli kamera ilə çəkiliş eləyək. O heç, onu bilirəm. Gözəl ağsaqqalsız, dövlət qulluqçusuz bilirəm. Sizin haqqınızda gələn dəfə. Amma istəyərəm ki, siz müəllimənin həyat yoldaşı kimi, bir ata kimi, bir valideyn kimi və müəllimə haqqında ürək sözlərini deyəsiniz. Əvvəla bir faktı deyim, ola bilsin, o fakt sizin üçün lazım olacaq. Bəli. 1969-cu ildə verilib bu qızıl medal mənə. Həmin il, həmin orta məktəbi 4 nəfər şagirdi, Respublikada elə bir nəticə heç bir məktəbdə olmamış. 4 nəfər şagirdi bax bu qızıl medalı aldı. Qaldı həyat yoldaşımla əlaqədar. Görmüşəm, sevmişəm, bəyənmişəm, almışam. Həyat qurmuşuq. Bəli. 40 illiyimizi qeyd eləmişik. Çox böyük uşaqlarımla, qohumlarımla bir yerdə. Narazılığım olmayıb, amma həmişə görmüşəm ki, onda 40 il ərzində öz üzərində işləyən müəllim olub. Çox gözəl. İnsan ki, öz üzərində işləyir, öz işinə, öz tutduğu mövqeyə, işlədiyi işə məsuliyyətlə yanaşırsa, orada həmişə nəticə olur. Birinci göydə Rəbbimiz onun cavabını verir, xeyrini verir. İkinci də həmin adiyyəti olan orqanlar və başda cənab prezidentimiz qiymətləndiribdir və bəzi mətbuat orqanlar və rəhbərlik tərəfindən. Bugün 2025-ci il 11 dekabr tarixidir. Müəllimə istəyirəm bir sözlər desin. Bir kəlmə söz deyim. Deməli, mən məktəbə əvvəl 10 il bir nömrəli məktəbdə işləmişəm. Ondan əvvəl bir il təklə məktəbində işləmişəm. Sonra çox ilin burada işləmişəm. Mən heç vaxt deməmişəm işə gedirəm. Mən demişəm ki, dərsə gedirəm. Məktəbə gedirəm. Mən işə gedirəm sözünü işlətməmişəm. Doğrudan da o saat 8-də başlayırsa dərs, 8-in yarısı buradan buradır. Mən məktəbdə olmuşam. O jurnalı yoxlamışam, sinif rəhbəri olmuşam, jurnalı yazmışam. Xəttə gözləmişəm ki, uşaqlarım gələcək. İndi də uşaqlarım gəlir. Deyir müəllim, heç olmasa ancaq gəl bizə dərs de. O sinifim indi də. Çox gözəl. Yəni həmişə demişəm məktəbə gedirəm. Deməmişəm işə gedirəm. Bəli, amma indi bizim bəzi müəllimlərimiz var ki, İraq yaxşılarından belə deyək ki,
məktəbin gəlir mənbəyi kimi bilirlər. Amma bizim o müəllim onlardan olmuyubdu. Və ona görə də o müəllimlər haqqında mən dayanmadan tənqid çəkirəm. Yaxşı da eləyirlər. Bəli. Yarısı məktəbdə olmasam, bəzən yoldaşım deyir ki, buradan burada deyirəm yox, əyrəsiyim var. Gedim baxım, Bəli. nə çatmır. Bax, hörmətli izləyicilərimiz, yaxından çəkin, baxın, görürsünüz, cənab prezidentimiz tərəfindən birbaşa tərəqqi medalı alıbdı 2022-ci ildə. Və həmin medalda, görürsünüz, burada mən yaxasına asılıbdır. Bəli, medal cənab prezidentimizin birbaşa şəxsi imzası ilə. Və təbrik edirik, bu günlər müəllimə biz can sağlığı arzu edirik. Arzu edirik ki, müəllimin 70, 75, 80, 90 yaş olanda necə ki biz təqaüddə olan müəllimləri çəkirik, gedək müəllimi haqqında gözəl çəkirik. Amma həyat yoldaşıyla bərabər inşallah Allah təala sizləri, övladlarınızın nəvələri sülaləsiz eləməsin. Sağ olun. Allah sizə Təşəkkürlər, minnətdarım, çox sağ olun.